güya sehirdən təmizlənmək üçün xurmanın çəyirdəyini yandırırlar və onun tüstüsü yayılır, güya sehiri batil edir. Bu cahillikdir və bizdə də kimdə Azərbaycanda ölkəmizdə digər ölkəyə yayılıb üzəri yandırmaq. Bu otdur da, bu otun tüstüsündən cin niyə qaçsın ki? Uşaq vaxtı otu biz çalardıq, verərdik heyvanlara yeməyə. Ondan necə cin qaçsın? Yəni, ərəblərə başqa cürdür, xurmanın tumu ilə bizdə üzəri yandırırlar. Subhanallah. Yəni, o qəsdən ki, güya bu üzəri yandıranda cinlər qaçacaq. Bu nədir? Batildir. Bu, sehirbazlara bənzəməkdir. Dinimizdə ruqya, belə bir şey yoxdur. Ona görə də cadukarlar, falçılar, baxın, çoxu bunu edirlər. Məsələn, elələr mənə deyir ki, cadukarın yanına getmişdim, evindən bir şey tapdım, mənə deyir ki, onu murdarla, idrarla, sonra at dənizə. Murdarlamaqla cin qaçır? Yox. Və ya nəcasətə bula, cin qaçır? Yox. Və yaxud da ki, bəzilər gedirlər cadukarların yanına, güya bunlara nəsə yazır, o yazdığı vərəqlə bu şəfa tapacaq və o yazdığı vərəq və ya dəri və ya neçəsini açmışıq, görmüşük ki, özləri onu murdarlayıblar, nəcasətə batırıblar, bəzən heyvan qanı sürtürlər, itin qanı sürtürlər, ilan öldürür, ilan qanı sürtürlər və deyirlər ki, apar evinə, güya cadudan təmizlənəcək. Əksinə, o özü nədir? Daha da insanı inəyib bədbəxt edir. Bu, cadudan, sehirdən, gözdən təmizlənmə üslubu, yolu bu deyil. Bax, bu dinimizdə haramdır.